Kənddən şəhərə layihəsi çərçivəsində Bakı, Abşeron və Sumqayıt ərazisində Qurban Bayramı ilə əlaqədar qoyunların onlayn satış yarmarkası təşkil ediləcək. Vətəndaşların alternativ seçim imkanları çoxalacaq, karantin rejimi ilə əlaqədar əhalinin sıx toplaşmasının və süni qiymət artımının da qarşısı alınacaq. Yarmarkanın təşkil olunması üçün qurbanlıq.kənddən.az satış portalı fəaliyyət göstərəcək. Bu satış portalı 16 iyul tarixindən vətəndaşların istifadəsinə veriləcəkdir. Qurbanlıq qoyunlar 3 kateqoriyada vətəndaşlara təqdim olunacaq və vətəndaşlar 3 kateqoriya deyərkən 12-14, 15-17, 18-22 kiloqram kəsilmiş çəkidə qurbanlıq qoyunlarını əldə edə biləcəklər. Ümumilikdə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmçinin regionlarda səyyar kəsim məntəqələrinin də təşkili planlaşdırılır. Yalnız soyuducu infrastruktura malik olan satış şəbəkələridir ki, vətəndaşlar da deməli Qurban Bayramına bir neçə gün qalmış, həmin özlərinə ən yaxın məsafədə olan və orada ünvanda qeyd olunmuş satış şəbəkələrinə müraciət edərək Qurban Bayramı günü öz qurbanlıq heyvanlarının cəmdəklərini, ətlərini öz sifarişləri əsasında əldə edə bilərlər. Gətirilən bütün heyvanlar kəsimdən öncə və kəsimdən sonra müayinə olunaraq buraxılacaqdır kəsimə. Eyni zamanda heyvanların üzərində daşınan zaman onun sağlamlığı haqqında sənədi yoxlanılacaqdır. Heyvanın tam sağlam olduğuna əmin olunduqdan sonra heyvan kəsilərək və ya diri halda vətəndaşa təqdim olunacaqdır. Əgər hansısa bir xəstəliyə şübhə olarsa, o zaman həmin heyvan çıxdaş olunacaq. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları bu ünvanlardan əldə edə bilərlər. Nərimanov rayonu Fətəli Xanxoyski küçəsi 5, Binəqədi rayonu Süleyman Sani Axundov 5B, Nizami rayonu Keşlə qəsəbəsi Məşədi Hilal Kazımov 17, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Əhməd Mehbaliyev küçəsi, Binəqədi rayonu Əcəmi Naxçıvani 52, Xırdalan şəhəri Heydər Əliyev prospekti 41A, Sumqayıt şəhəri Azərbaycan prospekti 20-ci məhəllə. Seçimdən sonra vətəndaşların mobil telefonlarına onların sifarişinin qəbul olunması ilə bağlı SMS bildiriş göndəriləcək və vətəndaşlar sifariş etdikləri qoyunları əldə etmək üçün satış məntəqələrinə müvafiq olunan vaxtda və gündə, saatda satış məntəqələrinə yaxınlaşaraq mobil telefonlarına göndərilmiş təsdiq edici bildirişi göstərməklə qurbanlıq qoyunları kəsilmiş formada əldə edə biləcəklər. Qeyd edim ki, ötən ildən fərqli olaraq bu il qurbanlıq qoyunlar yalnız kəsilmiş formada vətəndaşlara təqdim olunacaq. Vətəndaşlar qurbanlıq qoyunun dəyərinin bir hissəsini, yəni 20 manatını əvvəlcədən onlayn sifariş etdikləri zaman portal üzərindən, məbləğin qalan hissəsini isə satış məntəqəsində ödəyə bilərlər. Billurə Mikayılı, Şövqi Əzizov, Telesəhər.